Allaha şərik qoşmayı. Bunu Allah bağışlamır. Bilirsən niyə? Bunu heç kimdən eşitməzsiniz. Qoyun mən bunu deyim. Sən Allaha şərik qoş ya qoşma. Allahdan nə əskilir? Sən Allaha ibadət elə ya eləmə. Allahdan nə əskilir? Burada ləyaqət söhbəti var. Ləyaqət. Bir dənə misal deyirəm, qutarıram. Buna diqqət edin, ancaq elmi söhbətdir. Ya, ağır söhbətdir. Sən müəllim idin, bir dənə uşağa dərs verirdin. Çox yaxşı dərs verirdin. Çox yaxşı hazırlaşdırırdın. Amma o səni qoydu, səndən 20 dəfə zəif olan bir müəllimin yanına getdi. Ona dedi müəllim, o tələbəni bağışlayarsan, təqiq fikirləşin. Sən yaxşı ataydın. Oğlumun bütün ehtiyaclarını ödəmək üçün hər zəhmətə qatlaşırdın. O isə getdi qaynətəsinə papa dedi. Bağışlayarsan? Söhbəti hara gətirirəm? Ləyaqət. Kişinin pulunu al, cəhənnim. Malın oğra, cəhənnim. Amma ləyaqətinə toxunsun, ona heç kim cəhənnim deməyəcək. Ləyaqətə toxunmaq olmaz. Kişi cırıq paltar geyə bilər. Amma ləyaqətlə. Burası cırıq yox, o ləyaqətsizlikdir. Yamaqlı paltar geyə bilsin. Köynə paltar yox, kişidir də. Kişi paltarla öldürmür ki. Kişilik ləyaqətinə toxunanda Allaha dəyir. Bir dənə ata zəhmət çəkib övlad saxlayıb, övlad 20 yaşa çatdı, dedim mən üçün neyləm səni dədəsinə. Onun ləyaqətinə toxundu, düzdür. Onu nə ata bağışlayar, nə Allah bağışlayar, keçməyəcək. Neyləməliydi ki? Bəzi adam dədəni hambal bilir. Elə halda mən üçün hamballıq eləməlidir. Xeyr, əzizlər. Hazreti Ali aleyhisselam deyib ki, gözəl sözdür. Bu gözəl söz ancaq bunlar kəşf edib də Peyğəmbər və Əhl-i Beyti. Gözəl sözü ancaq onlar kəşf ediblər də. Niyə? Çünki buradan qidalanıblar Qurandan. Gör, Həzrət nə deyib? Deyib, övladın üçün var dövlət saxlamaqdan ötəri çox da özünü yorma. Niyə? Əgər sənin övladın Allahın dostudursa, Allah öz dostun darda qoymayacaq. Allahın düşmənidirsə, saxladığımın faydası olmayacaq. Gözəl, kim belə söz deyə bilər? Gör kişi hardadır, hardan danışır, bəh. Sən özünü öldürürsən, onun üçün nəsə saxlayasan. Deyir, o Allahın dostudursa, narahat olma. Allah öz dostunu darda qoyar, yox. Getirəcək onu. Yox, Allahın düşmənidirsə, sənin saxladığın heç bir ildən artıq gelməyəcək. Narkomansın, bir ev qızıl saxladı. Haçı, nə qədər çəkəcək? Nə gözəl, özünüz həyatınızı yaşayın. Xumus vermir, zəkat vermir, dilənçiyə bir manat vermir, övladı üçün qızıl yığır. Harada yazılıb bu ağıldır? Sən övladını örgət, tərbiyə ver, yetişdir, getsin özünə çörək qazansın. Özünə yol tapsın. Sən bunu eləməlisən, yox, mən nəvəm üçün elə pul yığıram. Bəşər gün, nə gündə? Allah hardan danışır, bunlar harda qalıblar? Kişi zəhmət çəkdi, sizi sən yaxşı ata döyürsən. Ləyaqətinə toxundu, düzdür? Bu bağışlanan bir şey deyil. İnsanlar ləyaqətizə toxunanı heç vaxt siz bağışlaya bilməzsiniz. Söhbəti oradan gətirirəm. Allah niyə? Allaha şərik qərar verəni niyə bağışlamır? Niyə? Çünki o cür böyük bir ilahi gedib onu bir dənə heykəl düzəltmirsən, ona deyirsən, mənim Allahım, kimi kimə satsın sən? Kimi kimə tay tuttun sən? Bütün kainatın ixtiyarını əlində saxlayan o böyük, uca varlıq gəlib daşdan bir dənə heykəl düzəldi, buna da Allah dedin.
Bu nəyə toxundu? Allahın Allahlıq ləyaqətinə. Ləyaqətə toxundu, bağışlanmır. Bir nəfər desin ki, Allah heç ruzu verən deyil. Əstəğfirullah. Allaha çox dəyməz. Allah ruzu verən deyil. Ne olsun? Səxavət unuduldu, ne olsun? Amma ləyaqət unudulanda asan deyil. Bəxtiyar Vahabzadə bunu yaxşı yazıb. Deyir, doğulduğun, böyüdüyün vətənində haqq tapdanıb, şər udulsa, vay halıva. Səxavətin unudulsa böyük dərd deyil. Ləyaqətin unudulsa, vay halıva.